Hər kəsə salam olsun. Mən ani bir qərarla gəlmişəm Batuma. Türkiyəyə keçmək istəyirəm. Dedilər orada Rusiya falan yük var. Gəldim Batuma. Heç bir video çəkmədim. Yolda bəzi kadrlar çəkmişəm, onları paylaşsam sizlə. Yəni Batum çox gözəl bir şəhərdir. Hal-hazırda 45-ci mərtəbədən sizin video çəkirəm. Bir mənzərəyə baxın. Hava da çox gözəldir. Bir tərəf dağlıq, böyük hündür mərtəbə binalar, Qaradəniz. Nə bilim, çox gözəl şəhərdir bura. Yəni bir sözlə insan burada daimi qalıb yaşamaq istəyir. İnşallah yolumuz Trabzon olacaq. Trabzonda böyük ehtimalla orada bir balıq yük olacaq, onu yükləyəcəm. Xəbər gözləyirəm. Maşın növbədə qoymuşam. Mən gəldiyim vaxt 1060 maşın var idi. İndi deyəsən 460 maşın qalıb, belə bir şey qalıb. Yəqin ki, sabaha keçərəm. Trabzondan tır üçün bir şey sifariş eləmişəm. Yəni yan spoilerlər, Azərbaycan çox bahadır işlənmişlər belə. Amma Trabzonda sağ olsun Ömər abi var. Onun yerini çək göstərəcəm, kimə lazım olsa onunla əlaqə saxlayar. Demək, rəngləyir, öz üstünə montaj eləyir. Yəni çox münasib bir qiymətə. İnşallah hər bir şey çəkib göstərəcəm sizə. Biraz da Batumdan çəkilişlər eləmişəm, onları da göstərəcəm. Hər şey yaxşı olacaq. Səfərimiz Trabzonadır. Görək başımıza nələr gələcək.
Herkese salam. Batumdayam. Buranı biraz gəzirəm. Qəşəng gəzməli görməli yerləri var. Bazarlı qədər bəzi çəkilişlər edirəm. Bu tərs restorandır. Elə bir tərsinə tikilib. Aşı belə bir üstə. Yəni, bu da bir oteldir deyə. Kazinodur bura. Bu köhnə Orbidir. O tərəfdəki Orbilər görsənmir. Biraz qırağı görsənmir. Maraqlı şəhərdir. Havası da əladır. Bura küçə itlərinə baxın. Çok balacadır. Deməli burada kazinoları var. Dedim bir bəxtimi sınayım. Girdim kazinoya 50 lari ilə 20 lariyə qədər uduzdum. Uduzdum. Axırı 114 lari utdum. 100 lari çıxartdım, 50 lari qabağı. Hər şey qaydasındadır, vəziyyət əladır. Görək də inşallah. Vaxtımız keçəcək burada. 2 gündən sonra növbəmiz çatacaq. Keçəcəyik Türkiyə, Trabzona. Növbəm çatdığı üçün artıq gedirəm motorun yanına. Mərtəbə sayına baxın. Görün nə qədər knopka var burada. 52 mərtəbəli binadır. Mən 45-də qalırdım. Bilirsiniz ki, mən həmişə tırda qalıram da. Bu səfər dedim, biraz özümə də vaxt ayırım. Bu növbə olmasından istifadə edeyim, biraz dincəlim. Hər şey əladır. Gedək maşına. Gecə saat 2 tamam. 3'ə işləyib 14 dəqiqə. Gedirik düz tırın yanına. Sabah səhər növbəmiz çatacaq. İndənə gedirəm ki, rahat şey eləyim. Tırın yanında olub ki, 6 saat geçməyə düşməyək. Çünki növbə çatandan sonra əgər getmirsənsə növbəndə 6 saat səni geri atırlar. Bir də sənin növbən 6 saatdan sonra gəlir. Belə gelim tırın yanına. Sabah çəkilişlər eləyəcəm. Yolumuz Trabzonadır. Gömrük keçidləri falan hər bir şey çəkəcəm. Herkese salam. Növbəm çatdı. Maşını xodlayıb, eləyəsi, çıxası yadından çıxdı yenə çəkmək. Növbəm çatıb, indi gedirəm Sarp qapısına. Живой очеredə, canlı növbəyə. Düz 3 saatdan çoxdur maşın buraxmırdılar. Çünki növbə dəyişmək zadı, persimenkası zadı. Ona görə indi buraxdılar. Böyük ehtimalla gömrük qapısı boş olacaq. İndi gedirəm görək necə, nətər olur. Mən ən başdakı stənkaya dayanmışım. Çox adam gəlib bax burada dayanırlar. Burada yəni buradan körpün keçəndən sonra orada dayanırlar. Əsas parklar oradadır. Mən sığortamı elətdirdim. Deməli Aysun xanım var. Sığorta işinə baxır. O hər kəsdən daha aşağı qiymətlə eləyir. 3 aylıq sığorta elətdirdim. 2700 TL-yə. Pulumu da dəyişmişəm, hazırdır. 300 dollar pul dəyişmişəm. Əslində dəyişməməli idim. Amma yenə dəyişdim. Çünki deyilənə görə Türk tərəfdə pul daha yuxarı dəyişirlər. Mən bu tərəfdə dəyişdim. Yenə də o tərəfdə soruşacağım. 4200 TL-dən dəyişdim 100 dolları.
Baxdım ki borsada da dünyada 4255 TL. Yəni çox da böyük bir fərq yoxdur. Gedirəm rahat, gedim satım canlı növbəyə düz Qaradəniz sahilindədir. Rahat 2023-ün mart ayında keçmişəm Türkiyəyə axırıncı dəfə. Yəni çox doğma gəlir də oralar. Buradır, Gürcüstandır, Türkiyədə mən gedəndə çox rahat oluram. Adama çox doğma gəlir. Yadlıq hiss eləmirsən. Mən Trabzona getməliyəm. Saat 12, saat 4-ə qədər Trabzonda olsam həll olar. Çünki spoilerləri taxarlar üzərinə. Çatdırmasam da ki, eybi yoxdur. Görək nətər eləyirik, necə eləyirik. İstədim buralığı da siz görəsiniz. Qəşəng ağaclar, yaşıllıq, gözəl görüntüdür. Yediğim yollarda geçeydi, düştüm yanmaya. Burada da diyeceksin avtopark var, tır parkı var. Hiç bura bilmirəm, burada olmamışım yani. Bütün yamalarda sayıram, işim qalır kamerada. Qaçırda bilmirəm yamadan. Çuxurdan, Azərbaycan dedisək. Nə gözəl olar, gedim görəm, gömrükdə canlı növbə çox azdır, əla olar. Elə olsa. Türkiyəyə keçəndə nömrə almalıyıq. Nömrənin də qiyməti səhvlərimizə 1600 yoxsa 2000 TL'dir və bizlərə, yəni turistlərə, türk vətəndaşı olmayan şəxslərə 3 aylıq verilir o nömrə. Elə bir 3 aylıq nömrəyə təqribən 50 dollar civarında pul veririk. 3 ay işləyir, 3 aydan sonra bağlanır. Mən də o pulu verməmək üçün tanış bir adam var idi. Onda nömrə var idi, 10 günü qalmışdı. Ondan götürdüm. İndi keçəndə o tərəfə kontur falan vırım. Görək nə qədər, necə işləyir. Türk Telekom nömrə. Görək nətər işləyir. Mən o vaxt gedəndə Turkcell almışdım. O vaxtı qiyməti 600 TL idi. Hələ onda dedim ki, ayda necə bahadır. İndi 2000 yoxsa 1600 TL'dir. Nə bilim, görək də. Bahalaşıb. Belə bu nömrəni deyəsən türk vətəndaşlarına nömrə pulsuzdur. Elə bir tanış adam olardı orada. Öz adını alardı nömrəni, ömürlük işlədərdim. Gözəl olardı. Əməyib yoxdur da. Qismət. Bəlkə indi o zakaz elədiyim eləyə bilər. Spoiler zakaz elədiyim ustadır. Bəlkə ondan dostlaşdım. Dedi, hə, problemi yoxdur, öz adımı alaram. Elə olsa əl olar. Nömrəsiz qalmaram da, daimi nömrəm olar. Gürcüstanda olanda getdim, özümə bank kartı açdırdım. Georgia Bank idi də. Ki burada həm konturzat vurmağa, karta pul atırsan qalır da, buna vaxtsa nəyəsə ehtiyac olanda istifadə etmək olur. Ancaq üzərində kağız pul gəzdirmirsən də rahat olur elə. Görək, Türkiyədə açıda bilsəm, o da qəşəng olar. Hansı ölkəyə gedirəmsə oranın bank kartı çalışıram, götürüm. Yəni nəqdləşmədənsə şey daha yaxşıdır. Kart daha yaxşıdır. Sizə yorucu gəlməsin deyə danışıb üstünə söhbət eləyərək sürürəm ki, yolu sıxıcı gəlməsin. Onsuz da az qalmışam gömrük qapısına. Mən vaxtında tərpəndim deyəsən. Elə əladır da, yəni qabağım boş olacaq mənim. Çox da maşın olmayacaq. Bu da Qaradəniz. Qaradəniz sahili.
səhv eləmirəmsə sahili yoxdur. Ona görə çınqıllar tökülüb o vaxt buralara. Yəni qumlu sahili yoxdur. Düz dağın kənarında növbəmizə dayanacaq. O vaxt yadımdadır, mən bu növbədə dayananda dağa baxırdım yuxarıdan, yəni çay mı deyim, şəlalə mi deyim, nə deyim, kanal deyim, axıb tökülürdü yerə. Maraqlı görsənlərdi. İndi yəqin ki, yenədən bir yerlər görəcəm. Düz dağın dibini qalır. Ağacların içində tikilən binalara baxın, orada evlərə, həyət evləri, villalar, otellər, necə tikiblər, çox maraqlı. Çox gözəl görüntüdür, yəni bilmirəm kamerada nə dərəcədə görsənir, amma çox gözəl görüntüdür. Yaxşı ki, səhər durdum, ərinmədim, getdim, sığortamı aldım, pulumu dəyişdim. Yoxsa indi gəlib orada dayanacaqdım, yolun qırağında, sığorta eləyəcəkdim, pul dəyişəcəkdim, hamısı vaxt ikisidir. Birbaşa belə getmək daha yaxşıdır. Gömrüyə yaxınlaşdıqca da pul dəyişən yerlər daha da ucuzlaşır. Baha dəyişmirlər, ucuz götürürlər. Ona görə sizə də tövsiyəm, əgər pul dəyişirsə, heç vaxt gömrüyün ağzında dəyişməyin. Bacardığınız qədər şəhər içində dəyişin ki, qiyməti yaxşı olsun. Məsələn, burada 262-dir. Və ya mən dayandığım yerdə 268-dir. Amma dünən mən Batumda 270-dən dəyişmişəm. Düzdür, böyük bir fərq deyil. Amma yenə də niyə o pulu onlara verəsiniz də? Yəni 2 ləri, 3 ləri 2 manata belə pul eləyir. Yəni böyük pul deyil. Amma niyə ki, heç də onlara verəsiniz? Türkiyə tərəfdir. Gömrüyündə pulumuz çıxmır. Türk gömrüyündə bilmirəm nə qədər çıxır, yalan deyərəm. Çünki demirəm, 3 ildir getmirəm, xəbərim yoxdur ona görə. Ne gedək görək, bizə nə gözləyir orada. Növbə demək olar yoxdur, canlı otsiyət, əladır. Qarşıda görsənən Gürcü sağ qapısıdır. O tərəfdə məscid görsənir, o tərəfdə Türkiyədir. Az maşın var, 5-6 maşın var. Məsələn, gəlib buralardan dayanırdıq növbəyə. Vaxtına tərpəndim. Çünki birdən-birə 50 maşın buraxıblar. Yəni mən tez tərpəndim. Gec tərpənsəydim, gəlib burada sıralarda qalacaqdım. Çünki mən nömrəmi telefona taxmıram, modemə taxıram. Zəng eləyə bilmirlər. Belə olması daha məqsədə uyğundur. Gürcü və Türk gömrüyü. Növbəyə çatandan sonra mən yığıb uşaqlarım bir şey soruşacaq. Mənə yadımdan çıxıb. Ondan bir şey öyrənəcəm.
dayanqadan tam vaxtda çıxıb gəlməyə mənə çox qabaq atdı. Ən azı 2 saat, 3 saat qabaq atdı. Arxam bu dəqiqə dolub maşınlarla. Mən o bir dənə maşınla gözləyirəm. Gürcü gömrüydü, o tərəfdə Türkiyə gömrüydü. Sağ. Bu da arxada dayanan, sıramda dayanan maşınlar. İnşallah keçirik Türkiyəyə. Oradan da yolumuz Trabzon'a Dev spoiler taxdıracaq. Gürcün gömrüyü ilə keçdik. İndi neytral deyilən yerdəyik də. Gözləyirəm Türkiyəyə girməyə. Bilmirəm bura çəkiliş olar yoxsa yox. Türkiyə candır. Qardaş ölkəmiz. Bax, sizə həmişə deyirəm mən, hava istilənən kimi aşıbqa gedir. Baxın, bir dənə retarder qalıb, aşıbqa gedir. EBS arıza yoxdur, bax, temperatur 21 dərəcədir, EBS arıza yoxdur. Yəni, çox maraqlıdır maşın. İndi salyakan ölçülər, indi gedirəm tərəziyə. Əgər X-ray olmasa, çıxıb keçəcəm düz tərəfə. Deməli, Türkün gömrüyündən də çıxırıq. Vəssalam. Burada asandır. Heç burada deməli boş keçəndə düşüb aşağı sərdeşməyə getmək lazım deyil. Əgər rentgen, X-ray çıxmırsa, gömrükdən çıxa bilərsin. Vəssalam. Hər şey bu qədər bəsit olur. Hal-hazırda gömrükdən çıxıram. Birbaşa sürəcəm Trabzona. Türk bayrağıdır. Küləyi olmadığına görə əsmir. Bu hangardır. Arkada da X-ray idi, rentgen idi. Allah keçdik, super. Birbaşa test sürüb Trabzona spoilerlərə bağlasınlar. İnsanlar giriş çıxışı buradandır. Hoppa, Artvin, Trabzon. Arxa geçəbin qapısını açıq qoymuşam. Qabaqda boşluq yeri var, orada saxlayayım. Qapısını bağlayayım, ondan sonra gedək. Qaydanda belə sizə sıra gözləyəcəm, bax. Bütün maşınları görsən. Orada parkda növbəyə dayanırsan, o növbədən sonra gəlirsən beləsə canlı növbəyə dayanırsan, ki, boy oturacaq. Orada gəlirləniyiz. Dediyim kimi. Düz Trabzona, Samsun'a qədər deyəsən, beləncəyə gedirsən, dənizin qırağı ilə. Qalmışam internetsiz. İndi gedirəm deyirlər Hopada, yəni hər operatorun öz şeyi var da, ofisi var. Dedim buraya yaxınlaşım, oradan soruşum, görüm necə bir şeydir, düzəldə biləcəklər yoxsa yox. Deyir, nömrə bağlanıb deyir, amma əslində 10 günü var, amma deyir nömrə bağlanıb, bilmirəm. Nömrə də ya sentyabrın 1-i alınıb, ya da avqust 31-i. Yəni, bu deməkdir ki, hələ tamam olmağına 1800 gün var. Nə məsələdir bilmirəm. Görək də. Valla 50 dollar vermək istəmirəm mən nömrəyə. Mənə yandıran olur ki, istəmirəm 50 dollar verim. 50 dollar verməkdən də əlavə təzələn bir 600-700 TL-də kontrol işləməlisən. Gələ bir 60-65 dollara çıxır. 110 manat, 115 manat. Bu yolda uçqunlar olurdu. Baxın, buradan qayıdış yolu idi, tökülürdü bunun üstünə. Bu yolu ləğv elədilər. Orada tunel düzəltdilər, tunellə keçirsən. Baxın, bəyək istədimir, daşlar tökülür. Qadan tökülür.
yekə daşlardır. Dağdan qopur, tökülür yola. Oradan həmin anda keçən bir maşın varsa, Allah göstərməsin. Allah qurban olaram millətimə. Allah. Şey elədim. Wi-Fi dedim, saxladım Azərbaycan maşın yanında Wi-Fi açdı. Tez navigatoru qoşdum. Deyəsən tərəzidir, denetim stasyonudur. İndi bura girək. Heç başa düşmədim, bilmədim ora işləyirdi yoxsa yox. Çünki heç kim yox idi, yalandan keçdim. Maşın da məndə boşdur, əslində mən bilən keçməməliyəm, heç bilmirəm. Yalandan keçdim. Hal-hazırda Rize'dən keçirəm. Düz Rize Havalimanının yanından. Bura Rize Havalimanıdır. Düşər bir də qalxan samolyot yoxdur. Yoxsa daha maraqlı video alınardı. Görün, Naboyda burada ağırlığı istəkən var. Sayın məkanı. Və bina deyir, mən nə bildim, birinci heykəl kimi bir şeydir. Amma yox. İçində yəni, mərtəbələr var. Bir dənə baxın. Binalar da dağın üstündə. Ya biz də onun altından keçin. Şurayıdan. 1.9 kilometrede. Hardasa 20 kilometre zat Trabzon'a qalır. Mən gelib qalacağım yerdə 31 kilometre qalır. Geldik, sattık Trabzon'a. Bu da Trabzon aeroportudur. Samolyotlar düşdü yansın altından. Mən çatacağım yerə də 9 kilometr qalıb. Qabaqdan mən köməkçi olaraq keçməliyəm. Sonra qabağa gedib sola dönməliyəm. İnşallah ki, səhv eləmərəm, səhv dönmərəm. Problem yaşamaram. Navigatoru mən oradan qoşmuşam. Xəritə yenilənmirdi, internet olmadığına görə. Görək inşallah. Yox, buradan deyil. Qabağdan köməkçi ola girəcəm. Trabzon aeroportu buranın havalimanı. Heç bir samolyot yoxdur. Yəni adi bir var.
Gəldik, çatdıq. Burada tırın arxasına ayırdım pirçepi. Onu çəkmədim çünki başa taxılanı tapa bilmədim ki, başıma taxım. Necə pirçepi ayrılır, onu çəkim. Çəkə bilmədim onu. Şimdi burada balaca körpü var, oradan keçəcəm. Burada. Bir damcı hərəkətlər tərcih etmək. Yox deyə belə bir şey. Vallahi. Ya bunlar da elə bir yerə qurublar ki, bu. Vallahi yəni mən elə bilim ki, azmışam. Bunun necə gələcəyimi heç bilə bilmirəm. Elə bilim fərqli bir yerə gedirəm. Ha, burada moyka da var. Elə olsa həyalı olar, elə bunu yuyarlar. Spoiler dediğim bak bunlar. Sağ taraf, sol taraf. Bunlar maşına indi montaj edəcəklər. Heyif maşını yuya bilmədim. Maşınlarımız gidiyor buradan ha? Yuya bilmədim, ona görə altı kirli qalacaq. Belə bir yerə gəlmişəm. Arsan Otomotiv. Arsan Otomotiv adı belədir. Arsan Otomotiv. Azərbaycandan gəlib burada. Yan spoilerlər çox qoyublar deyir. Görək, maşının bax yandan duruşu belədir. O taxılandan sonra çox gözəl görsənəcək. İş gedir. Bunu sökməyi olmur. Əziyyət çəkirlər. Heyif yürüdülər bilmədim maşını. Buranı düzəldiblər. Deməli bu ışıqlar var. Bu ışıqlar olmayacaq yanlarda. Mən sonradan bunun üstünə aşağılarına bir də bax orasına bir də ora ışıqlar qoyacağam. Çox gözəl görsənəcək. Böyle çayın ətrafında maşını orada düzəldirlər. Mən də köftə kimi kəzəkəzləmişəm. Onu yiyirəm. Göz haqqınızı halal eləyin. Səhərdən heç yeməmişəm. Gömrükdən çıxandan heç yeməmişəm. İndi bir dənə vaxt tapdım yemək yeməyə. Yemək yiyim, bunlar da sökə bilmirlər. Heç bir bortlar açılmır. Söksünlər, bağlasınlar. Gedim. Axır ki söküdülər, qutardılar. Bax. Buranı sökə bilmirdilər. Sökdülər, qutardılar. O tərəfi, bu tərəfi də. İndi buraları biraz təmizləsinlər. Bunları taxacaqlar. Çox qəşəng görsənəcək. Hər kəsin sabahı xeyir olsun. Dünən işi bitirə bilmədilər. Çünki kurulları çıxara bilmirdilər. Qaldım onca burada. Bugün də bazar gündür. Deyiblər gələcək. Hələ ki saat 11-in yarısı gəlməyiblər. Bunlar yenə yerdədir. Bunları çıxara bilmirdilər buradan. Axırı orada dəmirlər olur. Məndə çürümüşdü. Onları laqondan kəsdilər, çıxartdılar. Həmin o qarmaqlardan tapa bilmədilər burada. Bunların öz emalat xanaları var imiş. Orada o dəmirlərdən düzəltdilər. Prosoji hava qaralmışdı da, gecə idi. Onca qaldı. Bu turbanı taxacaqlar. Ondan sonra evada ayaqları düzəldiblər. Mən də onlar bir dənə burada nə xoşuma gəlmədi. Öz malları kimi davranmırlar da, başa düşdünüz necə. Burada məsələn işıqlar olur da, 1, 2, 3, 4 dənə işıq olur. Dəmir üzərində olur. O işıqları dəmirini əzib işlərini görüblər, dəmir qarşı atıblar ora. Özüm ştekerdə ayırmışam, bir-bir işıqları, şuruplarını açmışam. Ondan sonra şey olub. İşıqları şeyləmişəm. İşığın da birini qırıblar. Orijinal DAF-ın yan işıqları dolar, bildiniz necə? Onlar da qırıblar. Birini qırmışdılar. Heç o qırılanı da tapım mənim ki, hardadır. Şimdi bu ştekerlər, deyə bax. Açıq qalıb, indi onların ağızlarını eləyəcəm, bağlayacam ki, problem olmasın. Dayaqlardır, biri buradan bağlanır, biri də oradan bağlanır. Biri desən ortadan bağlanır, yoxsa bilmirəm. Orada ortadan bağlanır. İnşallah bunu düzəltsinlər. Mən əslində burada qalmağım yaxşı oldu. Çünki nömrə söhbətini həll eləməmişəm deyə mənim internetim yoxdur.
internetim yoxdur. Ona görə görüm necə deyirlər. Burada bu işi qutarsınlar. Maşın saxlayım burada elə. Yuxarıda pirçepim mənim yuxarıdadır. Təzədən çevirib kameraya göstərmək istəmirəm. Pirçepim mənim yuxarıdadır. Maşın saxlayım orada. Bir maşın tapım buradan gedim şəhərə. Dilər meydanda nömrəzə satırlar orada. Trabzon özündə. Gedim nömrəzə də alım. İnşallah internetimdə olsun. Çünki internetsiz konkret yaşam yoxdur. Burada çox gözəl yerdə yatmışam. Çayın şırıltısı zadı çox ləzzət eləyir. Sizə də göstərim. Burada Dəyirman dərə deyirlər, elə yazılmışdı şeydə, xəritədə. Dəyirman dərə. Mən 2 dənə dağın konkret arasından yol gedir. Belə bir ərazidəyəm. Orada görürsünüz Arsan Otomotiv yazılır. Həm məsləhət görərəm hər şeyə, qiymətlər yaxşıdır. Yəni spoilerlər, yan spoilerləri Azərbaycandakından yəni bir dəfə düz aşağıdır qiyməti belə deyim. Gedirəm mən yeməyə. Qabaqda 500-600 metrədən sonra köftəci var. Gedim orada yemək zad yeyim. Ondan sonra qayıdım maşın yanına, ustalar yığım görüm bunlar hardadılar, nə vaxt gələcəklər. Gəldim bura. Deməli burada Akın usta köftəçisi var. Sifariş elədim. Dedilər manqal 15 dəqiqə hazır olacaq. Mən də onu gözləyirəm. Səhər-səhər köftə yeyəcəyik. Burada deməli həm ət dükanı var, arxamda ət dükanı var. Sağ tərəfdə mağazin var. Mağazin və restoranı var. Sol tərəfdə də market var. Yaxşıdır. Həm öz ətləridir. Özləri kəsib özləri hazırlayırlar. Həm də bişirib satırlar. Yol qırağı dilə bura gəlməyim yaxşı oldu. Mən oradan dayandığım yerdə necə çıxacağımı düşünürdüm. Elə ayağa çıxacağam. Çünki oradan gəldiyim yerdən qayıtmayacağam. Köməkçi yolla qalxacağam. O tərəfdə Kuruq var. O Kuruqdan fırlanıb düz tunelə girəcəm. Tunellə də qayıdacağam Trabzona. Hoş geldiniz. Sağ olun. Salatanız var mıydı? Yok, sipariş vermedim. Vermedin mi? Salata sipariş vermedim. İstemiyor musunuz? Bilmem. Sabah zaten köfte yok. İçecek bir şey? Kola söyledim. Hepsi var. Tamam. Türk dilində danışmağım, yəni onlardan yaxşı danışıram. Yaxşı olar inşallah. Dəyişli, buradan işlərimi görüm tutarım. Saat 12-də gələcək. Usta ilə danışdım. Köməkçilər 12-də gələcək. Düzəldəcəklər, çıxacam buradan. Çıxım, görək nömrə alım əsas. Yeməyimiz də gəldi. Mənə nuş olsun, göz haqqınızı halal edin. Akın usta köftə. Reklam. Qəşəng yeməyimi yedim. Gəldim yenə maşın yanına. Ustalar saat 12-də gələcəklər. Saat hər 20 dəqiqə sonra gələcəklər. Onlar gəlib işləri qutarsınlar. Mən maşını aparım pirçeplə birləşdireyim. Görüm bacarsam onu çəkəcəm. Bacarmasam da keçsin. Başqa bir vaxt onun üçün bir video çəkərəm. Sonra öyrəndim bu yuxarıdan indi yemək yediyim yerdən dolmuşlar var. Gedir şeyə, meydana. Gedib burada nömrə alacağam, Türksel nömrə alacağam. Ondan sonra gələcəm, düşəcəm maşın yanına. Yolumuza devam inşallah. Yəni ustalar gəlsin, işi başlasınlar. Mən də rahat olum. Hələ iş gedir. Artıq görsənəcək. Güzel oldu. Bir de kesmişim Türk dilinde danışıram, güzel oldu. Axırda tam şəkildə göstərəcəm. Bir də buradadır. Hazır olsun. Çox gözəl görsənəcək. Bu tərəfə hazırdır. Burada da yekunlaşır. Qəşəng görsənir. Ustalar çox əziyyət çəkdilər. Axır ki iş bitdi. Çox gözəl oldu. Bir dənə bunlar burada alüminium ayaq qoyulan yerlər olmalıdır.
Onu deyəsən gətirməyiblər. Bilmirəm, getdilər tapmağa. Hər şey hazır. Çox qəşəng oldu. Tövsiyə edirəm sizə də. Arslan Otomotiv. Siz də gəlməmişlər sifariş edə bilərsiniz. Siz gəlib bura çatana qədər hazır olar. Çiçək kimi oldu. Mən də qırmızı körpüdə olanda sifariş vermişdim. Bura gəlib çatana qədər hazır oldu. Qəşəng üstünə bağladılar. Siz də videonu izlədiyiniz üçün çox sağ olun. Videoya abunə olmağı, kanala abunə olmağı, rəy bildirməyi, bəyənməyi unutmayın. Dostlarınızla paylaşın. Böyük bir ailə olaq. Mən də bacardığım qədər yenə videolar çəkib paylaşıram. Bəyənməni, like eləməyi unutmayın. Özünüzdən müğayət olun. Mənim hələ yolum davam edəcək. Bu vlogu burada bitirirəm. İnşallah ya Trabzona ya Samsun'a yükləmədə olduğum zaman video çəkməyə başlayacağım. Yolumuz Rusya olacaq. İzləmədə qalın. Sağ olun. Özünüzdən müğayət olun.